musiqi sevərlər. Mən musiqi müəlliməsi Şəbnəm Məmməddir. Bugünkü mövzumuz dirijorluq etmək olacaq. Musiqi əsərinin düzgün ifası üçün hər bir xanənin hissələri sayılır. Həmin hissələrin əl hərəkəti ilə sayılmasına dirijorluq etmək deyilir. Bugün dirijorluq etmənin 4-2, 4-3 və 4-4 keçəcəyik. İlk öncə 4-2-dən başlayaq. Dirijorluq edən zaman əlimiz yuxarıda olur, yuxarıdakı başlayırıq, yuxarı formada. Daha sonra isə xəttdə göstərdiyim kimi birinci aşağı eləyirik, sonra isə yuxarı eləyirik. Yəni əlimiz yuxarıda qaldı, 1 və aşağı, 2 və yuxarı. Yenidən təkrarlayıram, əlimiz yuxarıda durur, 1 və aşağı, 2 və yuxarı. Ümumiyyətlə 4-də 2, 2 və sayılır. Daha sonra isə 4-də 3. 3 bucağa bənzəyir. Yenə eyni qayda ilə əlimiz yuxarıda durur, yenə yuxarıda başlayırıq. Əlimizi aşağı edirik 1 və daha sonra isə özümüzdən kənara, içəri yox, kənara edirik. Yəni 1 və daha sonra 2 və kənara, 3 və yenidən qaytarıb başladığımız nöqtəyə. Əgər siz sol əlinizi istifadə edirsinizsə, yenə eyni qaydada. Əlimiz yuxarıda durur, 1 və aşağı, 2 və yenə özümüzdən kənara, 3 və isə yuxarı olacaq. 4-4 dirijorluq edən zaman yenə 4-2 və 4-3 kimi birinci yuxarıdan başlayırıq. Yuxarıdan başlayırıq, bu dəfə içə doğru gedəcək. İçə doğru 2 və kənara 3 və 4 və isə yenə başladığımız nöqtəyə yuxarı. Yenə izah edirəm. 1 və 2 və 3 və 4 və. Yəni aşağı edirik, daha sonra içə, sonra yenə çölə başladığımız nöqtəyə qayıdırıq. Bununla da bugünkü dərsimiz bitdi. Gələn dərslərdə görüşmək.